Salam əziz və dəyərli izləyicilərim. Bugün asma xəstələri üçün bəzi türkə çarələr deyəcəm ki, nə etsələr xeyri olar. Ev şəraitində təbii ki, həkimə müraciət eləməlidirlər. Çünki asma xəstəliyi ilə zarafat olmaz. Asma xəstəliyi nədir? Belə deyim, bu iki cür ola bilər. Allergik ola bilər və soyuq dəymədən, qripdən ola bilər. Genetikdə olur asma xəstəliyi və bu belə deyim, nəfəs yolunda əzələlərin daralmasıdır. Orada ifrazatlar çoxalır və nəfəs darlığı yaranır. Ona görə də belə həm nəfəs darlığı, keçməyən öskürək, ələxüsus da bu gecələr olur. Gecə yarısı, bir də səhər ötüşməyən öskürəklər və nəfəs darlığı baş verir. Təsəvvür edin ki, gəlin belə bir təsəvvür yaradaq ki, ağac budağıdır bizim nəfəs borumuz və təsəvvür edin ki, ora dolur ifrazatla və artıq nəfəs almağa yer qoymur, o budaqdan çıxmağa, əzələlər daralır, ona görə də nəfəs alma çətinləşir. Əlbəttə ki, bu allergiyanın növlərini özünüz laborator şəraitdə öyrənməlisiniz. Mütləq sizi pul kimi görən yox, sizə canı yanan, mərhəmətli, savadlı bir həkimə gedib lazım olan qan analizlərini verirsiniz. Çünki bəzən elə bir lazım olmayan analizlər də verirlər ki, mənim əzizlərimin gücü çatmır o analizləri verməyə. Sırf sizin allergiyanıza aid olan analizlər deməlidir ki, onları laborator şəraitdə bilməlisiniz ki, yorğan döşəyədirmi sizin allergiyanız ki, onu dəyişəsiniz. Həkiminiz deyəcək sizə nə ilə, analizlərinizin cavabına baxacaq və nəyə qarşı allergiyanız var, heyvanın tükünə qarşı mı, havada mı, toza qarşı mı, bunları biləcəksiniz. Və yaxud da yeyintiyə aid olan allergiya da var ki, nəyi yeyəndə sizdə allergiya verir. Yenə də deyirəm, bunları ancaq və ancaq laborator şəraitdə öyrənə bilərsiniz. Və tez vaxtında üstünə düşməyiniz yaxşıdır. Çox xahiş edirəm sizlərdən ki, kim ki asma xəstəsidir, uzaqlaşın, sizi asma sizdə yaradan şeylərdən uzaqlaşın. Elə stres də bir mənalı şəkildə, stresin ümumiyyətcə təsir eləmədiyi bir yer yoxdur. Bir xəstəlik yoxdur ki, stresdən üzə çıxmasın. Stresdən də uzaq olun, soyuq su içməyin, nə sizə ziyandır, onları həyatınızdan çıxardın. İndi mən sizə ev şəraitində türkə çarələr də deyəcəm. Ümumiyyətcə, gecənin bir yarısı allergiyası tutub nəfəs darlığı olanlar oturmalıdırlar, uzanmalı deyirlər. Hətta birazca başlarını irəliyə doğru əyməyiniz mütləqdir, vacibdir. Bəzilərinə görürsünüz ki, həkimi asmafen yazır, yəni həmən anda asmafeni üstündə olmalıdır. Məsuliyyətsiz davranmayın. Asmafeni də həkiminiz çox diqqətli olmalısınız. Həkiminiz yazmasa, qonşu asmadı, filan asmafendən istifadə edir, yaxşı olur, mən də gedim alım. Xalam qızı bunu alır, dayım oğlu onu alır, olmaz. Həyatınızı riskə atmayın, çox xahiş edirəm. Biraz məsuliyyətli olun. Asmafeni də sizin orqanizminizə, xəstəliyinizə uyğun həkiminiz seçməlidir. Və bəzi şeylər var ki, siz onları həyat tərzinizə əlavə etsəniz, yəni türkə çarələrlə Allah hər bir şeyi səbəbli yaradıb. Elə bir şey ola bilməz ki, hansısa bir xəstəliklərə kömək eləməsin. O cümlədən də asma, bronxit, yəni nəfəs darlığı olanlar, asmafen, asma xəstəliyindən əziyyət çəkənlər üçün də var. Elə şeylər var ki, həqiqətən də çox kömək eləyəcək sizə, çox kömək eləyəcək. Ona görə də istədim ki, bu videomda paylaşım və sizlərlə bölüşüm. Bunlardan ən birinci yerdə durur. Baxsanız İbrahim Saracoğlu professorun da videolarına baxsanız, Rus həkimlərinə də qulaq asa bilərsiniz. Professor İbrahim Saracoğlu'na da qulaq asa bilərsiniz. Professor İbrahim Saracoğlu da bu haqda çox danışır. Keçi buynuzunun özü. Keçi buynuzunun bəhməzini demirəm. Keçi buynuzunun özü çox xeyirli bir şeydir. Tamı da gözəldir. Biraz şokolad tamına oxşayan bir şeydir. Belə koriçnevi rəngdə, elə bilin ki, lobya qurumuşudur. Tünd qəhvəyi rəngdə. Çox şeylərə xeyirdir. Ən çox da asma xəstələrinə xeyirdir. Ondan hər gün bu boyda kəsib çaynikinizə əlavə ata bilərsiniz çay dəmləyəndə. Evdə elə hamınız üçün ən çox da asma xəstələrinə adi suda da qaynadıb verə bilərsiniz. İltihab əleyhinə, çünki ifrazatlar çox yığılır və o da orada nəfəs darlığı yaradır. Türkə çarələrdən ən gözəl təsir eləyir zəncəfil. Zəncəfil təmiz, təbii antibiotikdir. Bir zəncəfil, bir də sarımsaq.
Sözlə demək, onu izah eləmək mümkün deyil. Zəncəfili də suda qaynadıb içə bilərsiniz, yeməklərinizə əlavə eləyə bilərsiniz, çay dəmləyə bilərsiniz. Sarımsağı isə yeməklərinizə əlavə eləyə bilərsiniz. Əgər icazə varsa, sizin sarımsağa qarşı, zəncəfilə qarşı allergiyanız yoxdursa, ona görə deyirəm ki, həkiminizlə dost olmalısınız. O sizə deməlidir, nə olar, nə olmaz. Amma iltihab əleyhinə mütləqdir, sizə lazımdır. O da zəncəfil və sarımsaq. Çox yaxşı təsir eləyir zəfəran. Çox yaxşı təsir eləyir sarı kök. Çox xahiş edirəm. Bax, bunları da dəmləyə bilərsiniz. İnternet zamanəsidir. Yazan kimi çıxır ki, sizə nə gözəl təsir eləyər. Hansı şəraitdə yaşasanız, necə, nələrdən istifadə etsəniz, sizin asmanız azalar, sakitləşməyiniz ən birinci növbədə sakitlikdir ki, tez özünüzü qorxuzmayın. Bu dediklərimi, bu sadaladıqlarımı da xahiş edirəm. Həyat tərzinizə əlavə eləyin. Həkiminizdən də soruşacaqsınız, həkiminiz də sizə müalicə yazacaq və çox diqqətli olub həkiminizin məsləhətlərinə ciddi şəkildə riayət edin. Təkrar edirəm. Kimsə bunu elədi, asması sağaldı, eləməyin. Qonşu elədi, qohum elədi. Belə şeyləri çox xahiş edirəm ki, risk eləyib həyatınızı riskə atmayın. Və tozlu yerlərdən uzaq olun. Biləndə ki, ev təmizlənir, siz orada olmayın ki, sonra qapı pəncərə açılsın, tamamilə evdən toz çıxdıqdan sonra siz o evə girə bilərsiniz. O havaya fıskırdan hava təmizləyici, asma olan evdə, nəfəs darlığı olan evdə o fıskırdan spreylər var, hava təmizləyici, onlardan asvejitel vozduxa deyirlər. Onlardan istifadə olunmasın, ətirlərdən istifadə eləməyin. Ağcaqanad dərmanı yandırmaqdır, toka taxmaqdır, asma olan evlərdə olmaz. Çox xahiş eləyirəm. Əgər sevirsinizsə, dəyər verirsinizsə, evinizdə olan doğmanıza, asma xəstəliyi olanlara düzgün qaydada onlara qulluq eləməlisiniz. Soyuqdan özünüzü qoruyun, ayağınızı isti saxlayın, soyuq sudan uzaq olun. Çox xahiş eləyirəm. Və onu deyim ki, əgər başqa da Məryəm xanımınızın qızıl qaydalarını öyrənmək istəyirsinizsə ki, həyatınızı ciddi şəkildə bir mütəxəssisə həvalə etmək istəyirsinizsə ki, savadına güvəndiyiniz ki, mən Rusiyada aldım təhsilimi. Əgər istəyirsinizsə ki, tam sağlam şəkildə, dərmansız, yəni bizə bunu öyrətdilər ki, qəbizlikdən azad olmaq üçün sena çayı olmaz, acılıq otu olmaz. Onlar bağırsağımızın mikroflorasını pozur. Mikroflora da bizə anadan gəlmədi. O bəzi şeylər var, deyirlər, anadan gəlmə xəstəliklər. Məsələn, asmanın da çoxsu anadan gəlmə olur. Baxın, anadan gəlmədir və baxır o bizim qidalanmağımıza ki, biz yaxşı qidalansaq, yaxşı bakteriyalar üçün orada şərait yaradırıq. Bunu bizə öyrətdilər. Amma pis qidalarla qidalananda, sağlam olmayan qidalarla qidalananda bağırsağınızın mikroflorası pozulur. Orada pis bakteriyalar üçün şərait yaradırsınız. Onlar orada çoxalırlar. Bu sizə lazımdırmı? Temboli bizim qalın bağırsağımızda serotonin deyilən xoşbəxtlik hormonu oradan ifraz olunur və siz ona şərait yaratsanız o ifraz olunacaq. Biz xoşbəxt olacağıq, depressiyaya düşməyəcəyik, qəbizlikdən azad olacağıq, xəstəliklərdən immun sistemimiz güclü olacaq. İnanın ki, bizə, yəni Rusiyada bunu öyrətdi müəllimlərimiz ki, o çaylar, içilən o çaylar, o şamlar mikroflorasını pozurlar bağırsağımızın, selekli qışasını zədələyirlər, olmaz olar. Düzdür, asan yoldur. Mən də deyə bilərəm ki, sena çayı üçün acılıq otu, maqni sulfat tuzu, amma bunlar dəhşət saçır, əzizlərim. Mənim qrupumda isə bəylər üçün ayrıdır qrupum, xanımlar üçün ayrıdır qrupum. Bircə dəfə 20 manat ödəyəcəksiniz, düz eşitdiniz, hər ay ödəmirsiniz. Qrupa girərkən 20 manat ödəyirsiniz, sağlam şəkildə bütün orqanizminiz toksinlərdən təmizlənir, qəbizlikdən, qazdan, köpdən azad olursunuz. Amma necə dediyim kimi, bütün o kimyəvi qatqılı dərmanlardan, çaylardan, şamlardan uzaq olaraq qaraciyər yüklənməsindən azad olursunuz, əzizlərim. Arıqlayırsınız, amma mən sizə arıqlama çayı, arıqlama kofesi satmayacağım, çünki onlar dəhşət saçır. Xanımlar, sizlər üçün peelinglər atacağım, üzünüz parıldayacaq, dırnaq göbələyindən azad olmaq öyrədəcəm, saçınızın gözəlliyinin sirrini öyrədəcəm və s. və ilaxirə daha nələr var. Məryəm xanımın ordusuna qoşulmaq istəyirsinizsə ki, belə qoyublar qrupumun adını ki, sağlam addımlarla addımlayan ordu. Siz də istəyirsinizsə buyura bilərsiniz. Nömrəmi səsli şəkildə tələffüz edəcəm. Əgər nəsə əlavə etmədən nömrəni necə eşidirsinizsə məndən,
necə tələffüz edirəmsə, o cürə yaddaşa salsanız WhatsApp nömrəmi tapa biləcəksiniz. Rusiyanın WhatsApp nömrəsidir. Amma əlavələr etsəniz özünüzdən tire, nöqtə, 012 55 tapa bilməyəcəksiniz. Ona görə də dediyim kimi yaddaşa salın. Üstə gələk 7 901 288 26 94. Əzizlərim, şükürlər də bir neymətdir. Şükürlərinizi bol-bol etdikcə Allah şükürlü günlərinizi o qədər artıracaq ki, qrupumuzda artıq şükürsüz yerimizdən oyanmırıq heç birimiz. Hamısına şuur altı yer etmişəm əzizlərimə. Şikayətlərinizi isə azaldın ki, şikayətləriniz azalsın. Sağ olun.